Dostlar, sizə söz vermişdim ki, sizə bir illik təcrübəmizi paylaşacağam. 212-nin satışı ilə bağlı və başımıza gələn hadisələrdən danışacağam. Bilirsiniz, ən gülməlisi nədir? Avtomobil almağa gələnlərin 90%-i off-roadla SUV arasındakı fərqi bilmir. Adam bilmir ki, nə almağa gəlir. Birinci fərq, dostlar, odur ki, bu unibody-dir. Bu frame body'dir. Unibody və frame body nə deməkdir? İngiliscə sözlərdir. Unibody kuza bir dənədir. Yəni bunun krışası ilə bunun bütün bu ana hissələri bir hissədən ibarətdir. Bir hissədən. Yəni bəlkə də müxtəlif istehsal yerlərində zadını görmüsünüz. Avtomobilin ana kuzası bir dənə olur. Onun üstünə sadəcə kapot qoyurlar, krilo qoyurlar, bumper qoyurlar və qapı qoyurlar. Qalan hamısı bir dənə. Amma frame body nə deməkdir? Bəlkə bunu da orduların videosunda görmüsünüz. Frame body odur ki, bütün hissələr, hətta bunun krışası belə, hamısı ayrı-ayrı detaldır. Yəni sən bunu sökə bilirsən, yəni kəsmirsən, detal ayrıcadır. Sökə bilirsən və təzədən yığa bilirsən. Krışadan tutmuş altına qədər, üstündəki bütün detallar. Buna deyirlər frame body, buna deyirlər unibody. İkinci ana fərq, əgər diqqət edirsinizsə, bunun giriş bucağı daha hündürdür ki, təkər bamperlə yer arasındakı məsafə bucağı böyükdür. Bunun bucağına baxın. Burada heç demək olar ki, bucaq yoxdur. Bu nəyə kömək eləyir? Bu ona kömək eləyir ki, avtomobil, məsəl üçün, hər hansı bir qayanın, hər hansı bir daşın, hər hansı bir səkinin üzərinə qalxanda bu dəyə bilər. Bu SUV-yə xarakterikdir. Bu isə heç vaxt dəyə bilməz. Çünki bunun giriş bucağı və təkərlə bamper arasında olan məsafə çox yüksəkdir. Və əksəriyyət off-roadlarda bamper yalandan olur. Yəni onlar onu nəzərə alırlar ki, hətta adam girəndə onu vurub sındıra bilər. Çünki o elə yerlərə girəcək. Amma SUV-lərdə bamper çox ciddi bir detaldır və bu, ən əsası bu. Sadəcə sürüşdə, sadəcə keçid qabiliyyətində fərq vermir. Bax, insanlara bunu başa salmaqdan da bezmişik biz. Bu eyni zamanda səsi də dəyişir. Düşünün ki, bir maşının qabağı yoxdur. Səs yüksək sürətləri nətər olacaq? İstər-istəməz təsir eləyəcək də, düzdür. Amma bir də düşünün ki, bir maşının qabağında çox güclü aerodinamika var. Biri alıb, dediksə Allah sözə bax. Deyir ki, mən əvvəl X5 sürürdüm. Bu, deyir, 130-la gedəndə, X5-lə 130-la gedəndə arada fərq var. Hisslərimi söyüşlə ifadə eləmək istəyirəm, amma onu da indi bunu hamı baxır deyə bilmirəm. Yəni, o dərəcə bir axmaq bir sualdır bu. Qardaş, X5 ayrı maşındır. Onun aerodinamikası ayrıdır. Onun qabaqdan bamperi ayrıdır. Bunun qabaqdan bamperi yoxdur. Hammerdə də belədir. Jeep Wranglerdə də belədir. Ford Bronco'da da belədir. Hamısına baxın, hamısında belədir. Deməli, ikinci fərq nə imiş? Qabaq hissədə bamper və giriş bucağı, təkərlərin yerdən hündürlüyü və bamper arası məsafə. Üçüncü məsələ. Avtomat korobka məsələsi. Biri gəlib, indi adlarını çəkmirəm, bəlkə də videoya baxanda onlar bunu biləcəklər. Bu biri deyəndə, bu birindən çoxdur. Mən sadəcə sizə biri misal olaraq deyirəm. Bir dənə multfilm maşını var. Sözün əsl mənasında multfilm. 1.5 motor, avtomat korobkası da CVT. Yəni ki, bu maşına azacıq qaz verəndə yox, qazın üstünə qışqıranda ola bilər ki, motor zad dağılsın. Yəni, belə bir maşından söhbət gedir. Maşının da çəkisi, maşın balaca, çox kompakt SUV-dir. Maşının da çəkisi özünü öldürə olar 1 ton, 1 ton 100, 1 ton 200. Yəni, nə maşının vidi var, nə maşının getməyi var, nə maşının korobkası var, nə maşının motoru var. Yəni, hər şey minimum şəhərdə sürmək üçün raşot götürülüb. Digər tərəfdə bu kişinin oğlu gəlib az qala 3 tona yaxınlaşan, 450 Nm çəkmə qabiliyyəti olan bir off-road sürür. Verdiyi suala bax, bunun sürətlər qutusu niyə belə keçir? Dedim, sən ömründə off-road sürmüsən? Dedi ki, yox. Dedim, off-roadların içində ən yaxşı, ən rahat, ən səssiz sürətlər qutusunu keçirdən maşınlardan biri 212-dir. Yəni, yenə də deyirəm, əgər ki, siz off-road sürürsünüzsə, onun sürətlər qutusu çox fərqli olur və adətən dünyada bunu ancaq zəif düzəldir. Yəni, digər bütün sürətlər qutusu çox aşağı Newton-metrlərdir, amma CVT korobka ilə, какой-то motosiklet korobkası ilə, balaca maşının korobkası ilə
Üstünə bərkdən qışqıranda dağılan korobka ilə, yəni bərkdən qışqıranda mən ona təzyiq mənasında deyirəm, bunu yanlış anlamayın. Deyəcəksiniz ki, niyə sviti çox gedir? Gedir, şəhərdə 50-60 ilə gedir də, ged onu sal palçığa, buksavatda görəm nə olacaq? 10 dəqiqədən sonra korobka yanacaq. Üçüncü ən böyük fərq, offroadun korobkası ilə SUV arasında çox ciddi fərq olur, keçidlərə də fərq olur, istifadədə də fərq olur. Bunu öncədən bilməlisiniz. Dördüncü fərq, offroadların böyük əksəriyyəti ağır olur. Çünki bu maşın ağır şəraitdə istifadə olunmaqdan ötürüdür deyə. Bunun altında, bu qalınlığında dəmirlər gedir. Maşın ola bilər, yüksəklikdən düşə bilər, maşın ola bilər, yüksək bir qayanın üzərindən keçə bilər, maşın ola bilər palçıqda və yaxud da ki, taxtanın üstündə və yaxud da ki, hər hansı bir sərt iqlimlərdə hərəkət edə bilər. Bu, yol üçün nəzərdə tutulmayıb. Zaten sözün mənası off-road, yolsuzluq deməkdir, yoldan çıxmaq deməkdir. SUV isə yolda hərəkət edir və buna görə bu avtomobillərin çəkilərində çox ciddi fərq var, çəkilərində. Yəni, kobud götürürəm, normal SUV 1 ton 200, 1 ton 500 arasındadırsa, off-road minimum başlayır 2 ton, 2 ton 100. Məsələn, bu 2 ton 500, 2 ton 600'dür. Yəni, düşünün aradakı fərq və 1 ton, ton yarım aradakı fərqi sürən adam hiss edir. Sən hiss edirsən ki, sən çox sərt bir şey sürürsən. Sərtlik deyəndə maşının getməyində demirəm, amma yumuşaqlıq məsələsində demirəm. Güclü bir şey sürürsən. Yəni, belə deyim, avtobus sürəndə nə hiss edirsən? Ağır bir şey sürürsən. SUV-dən də buna keçəndə sən onu hiss eləməlisən. Amma elə adamlar var. Görün nə deyir? Deyir ki, bunun rolu niyə mənimkilə nəzərən fərqlidir? İnanın ki, bunun rolu o qədər rahatdır ki. Amma bu adam dərk eləyə bilmir ki, 1 tonluq çəkili SUV ilə, mutfilin maşınla 2 ton yarımlıq bir avtomobilin arasında fərq var. Onun rolunda fərq var və bu iqruşka deyil axı, bunun rolu başqa cür olmalıdır. Bunun rolu, nətər deyim, əsl 2 ton yarımlıq maşının roludur. 5-ci fərq, dostlar, SUV kiçik olur, çəkisi az olur və eyni zamanda da daha yumuşaq şəraitdə istifadə eləməkdən ötürü. Məsələn, şəhərdə istifadə eləməkdən ötürüdür. Bunun üçün buna xüsusi böyük motor və güclü sürətlər qutusu qoymaq lazım deyil. Çəki, kiçik motor, ekonomiya raşot götürülmüş sürətlər qutusu, yəni gücə yox, ekonomiya raşot götürülmüş. Bu halda təbii olaraq yanacaq sərfiyyatı yüksəlir. Offroadun yanacaq sərfiyyatı ilə SUV-nin yanacaq sərfiyyatı bir deyil. Məsəl üçün, kobud deyiləm, normal bir şəhər SUV-si əgər 10 litr işlədirsə, offroad 15 litr işlədəcək. Amma burada siz istəyirsinizsə ki, qənaətçil olsun, sizə 15 litr çoxdursa əgər, o zaman siz dizeli seçə bilərsiniz. Offroadda dizeli seçə bilərsiniz. Çoxları mənə sual verir ki, elektrik offroad nə cürdür? Yəni, deyirlər, bunun elektriklisi olacaqmı? Dostlar, elektriklisi olsa belə mən bunu sizə məsləhət görməyəcəm. Nəyə görə? Bu ağırlıqdakı maşın, əgər ki, hər hansı bir off-road şəraitində istifadə olunub, orada akkumulyator olarsa, çox fəsad doğura bilər. Bunun üçün çox professional istifadəçi lazımdır. İstehsalçı çox professional sistemi qurmalıdır və eyni zamanda da həddini bilməlisən. Yəni, sürücü bilməlidir ki, nəyi harda eləsin. Bu 3 faktor hələ ki, bəlli deyil deyə mən elektrik 212 haqqında sizə məlumat vermək istəmirəm. Vaxtı gələndə onu da verəcəm, amma bugündən deyirəm, 80% məsləhət deyil, amma dizel, əgər ekonomiya eləmək istəyirsə, dizel məsləhət olacaq. Bu haqda geniş danışacağım, amma yenə də SUV-nin yanacaq sərfiyyatı ilə, çəkisinə görə, korobkasına görə, motor həcminə görə off-roadun arasında çox ciddi fərq var. Bunu da nəzərdən qaçırtmayın. Dostlar, off-roadla SUV barədə ilkin ciddi fərqlər, hansı ki, siz bilməyərək sual verirsiniz və narazılığınızı bildirirsiniz. Bunlar haqqında bu qədər məlumatları verdim. Bunları nəzərə alın, avtomobil almaq istəyəndə. Digər gələcəkdə off-roadla əlavə məlumatları da sizə bildirəcəm. İzləmədə qalın, sağ olun.